Ələkbərli Samir Şamiloğlu 2 iyul 2002-ci ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olub. Əslən Şuşalı idi. Bərdə şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb. 2020-ci ilin avqustunda Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan ordusunun əskəri olan Samir Ələkbərli 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Füzuli rayonunun Qaraxanbəyli kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Vətən müharibəsində vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Vətən uğrunda Füzulinin azad olunmasına görə və döyüşdə fərqlənməyə görə medalları ilə təltif edilib. Bərdə rayon Şəhidlər Xiyabanında dəfn edilib. Məkanı cənnət olsun şəhidimizin.